Salam, dəyərli müəllimələr, hər vaxtınız xeyir olsun. Bugün mən sizinlə növbəti mövzumuz olan məktəbə qədər təhsil haqqında Azərbaycan Respublikasının qanunu mövzusunu danışacağam. Deməli, müəllimələr, biz bu mövzuda ilk öncə nəyi bilməliyik? Azərbaycan Respublikası Konstitusiyasının neçənci maddəsinə və neçənci maddəsinin neçənci hissəsinə və neçənci bəndinə uyğun olaraq hazırlanmışdır? İlk öncə bunu bilməliyik. Deməli, bunun cavabı Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin birinci hissəsinin birinci bəndinə uyğun olaraq hazırlanmışdır. Bizə sual olunsa ki, məktəbə qədər təhsil haqqında Azərbaycan Respublikasının qanunu hansı maddəyə, həmin maddənin neçənci hissəsinin neçənci bəndinə uyğundur olaraq hazırlanmışdır? Nə deyirik? 94-cü maddəsinin birinci hissəsinin birinci bəndinə uyğun olaraq hazırlanmışdır. Bəs yaxşı, Azərbaycan Respublikası qanunvericiliyinin əsas məqsədi nədir? Məktəbə qədər təhsil haqqında. Məktəbə qədər təhsil haqqında Azərbaycan Respublikası qanunvericiliyinin əsas məqsədi uşaqların məktəbə qədər təhsil sahəsində hüquqlarını təmin etmək. Yəni, uşaqların məktəbə qədər təhsil sahəsində hansı hüquqları varsa, onu təmin etmək. Daha sonra isə məktəbə qədər təhsil prosesi iştirakçılarının hüquqlarını və vəzifələrini müəyyən etmək. Yəni, qanun bizdən, yəni daha doğrusu qanun nə tələb edir? Qanun tələb edir ki, məktəbə qədər təhsil prosesi iştirakçılarının hüquqları və vəzifələrini müəyyən etməlidir. Yəni, müəyyən etməlidir ki, hansı hüquqları var məktəbə qədər təhsil prosesi iştirakçılarının? Kimdir məktəbə qədər təhsil prosesi iştirakçıları? Əlbəttə ki, təhsil verənlər, təhsil alanlar və valideynlər. Yəni, məktəbə qədər təhsil prosesinin iştirakçıları bunlardır. Və qanunumuz da həmin bütün bunları, hüquqlarını və vəzifələrini müəyyən etmək üçün təyin olunmuşdur, hazırlanmışdır. Daha sonra isə məqsədi nədir? Məktəbə qədər təhsil sisteminin müasir tələblərə uyğun olaraq fəaliyyəti və inkişafı üçün hüquqi təminatlar yaratmaqdan ibarətdir. Yəni, müasir tələblərə uyğun olaraq fəaliyyəti və inkişafı üçün hüquqi təminatlar yaradılmalıdır. Bəs yaxşı, məktəbə qədər təhsil nədir? Baxın, müəllimələr, bu açar sözləri mütləq əzbər şəkildə bilməyiniz lazımdır. Çünki bizə sual olunacaq ki, məktəbə qədər təhsil nədir? Variantlarda veriləcək və düzgün variantı seçməliyik və yaxud da tərbiyəçi müəllim kimdir və yaxud da məktəbə qədər təlim nədir, metodist kimdir, dayə kimdir, defektolog kimdir və s. Belə suallar veriləcək. Buna görə də biz mütləq bunların hamısını nə etməliyik? Əzbər bilməliyik. Belə əzbərləyə bilərik ki, başa düşərəkdən, anlayaraqdan əzbərləsək yadınızda qalacaq. Deməli, məktəbə qədər təhsil nədir? Məktəbə qədər yaşlı uşaqların intellektual, fiziki və mənəvi inkişafına xidmət edən ilkin bilik, bacarıq və vərdişlərin mənimsənilməsinə formalaşdırılması prosesidir. Yəni, məktəbə qədər təhsil, məktəbə qədər yaşlı uşaqların fiziki və mənəvi inkişafına xidmət edir, ilkin bilik və bacarıq vərdişlərini formalaşdırır. Bütün bunların hamısı nə adlanır? Məktəbə qədər təhsil. Bir daha təkrar edirəm, məktəbə qədər təhsilin tərifi necə oldu? Məktəbə qədər yaşlı uşaqları intellektual, fiziki və mənəvi inkişafına xidmət edən ilkin bilik, bacarıq və vərdişlərin mənimsənilməsinin formalaşdırılması prosesidir. Bəs yaxşı, məktəbə qədər təhsil müəssisəsi nədir? Yəni, məktəbə qədər təhsil müəssisəsi dedikdə nə nəzərdə tutulur? Bağçalar, körpə uşaq evləri və s. bunlar nəzərdə tutulur. Məktəbə qədər təhsil müəssisəsi. Məktəbə qədər təhsil dövlət standartlarına uyğun olaraq məktəbə qədər yaşlı uşaqların təlim tərbiyəsini, əqli, fiziki və inkişafını, məktəbə hazırlığını həyata keçirən təhsil müəssisəsidir. Yaxşı, bunu sözlərimizlə necə deyə bilərik? Yəni, məktəbə qədər təhsil müəssisəsi uşaqların əqli, fiziki inkişafını təmin edir, daha sonra onların bilik və bacarıqlarını formalaşdırır. Bir sözlə, məktəbə hazırlığını həyata keçirir. Baxın, məktəbə hazırlığını həyata keçirir. Burada təhsil müəssisəsidir. Yəni, təhsil müəssisəsi sözündə tərifimiz başa düşülür ki, bu məktəbə qədər təhsil müəssisəsinin tərifi. Gəldik tərbiyəçi müəllim. Tərbiyəçi müəllim kimdir? Uşaqların təlim tərbiyəsini
hər tərəfli inkişafını, məktəbə hazırlıq təlimini təşkil edən və həyata keçirən məktəbəqədər təhsil sahəsi üzrə ali və ya orta ixtisas təhsilli şəxsdir. Yəni, tərbiyəçi müəllim kim oldu? Uşaqların təlim tərbiyəsi ilə məşğul olur, onların hər tərəfli inkişafını təmin edir, məktəbə hazırlıq təlimini təşkil edən və həyata keçirən məktəbəqədər təhsil sahəsi üzrə ali və orta ixtisas təhsili olan şəxsdir. İndi isə gəldik məktəbəqədər təhsildə diferensiallaşdırma. Yaxşı, diferensiallaşdırma nədir? Diferensiallaşdırma fərdiləşdirmədir. Yəni, təhsil prosesində uşaqların fərdi xüsusiyyətləri, maraq və tələbatları, fiziki və əqli inkişaf səviyyələri, psixofizioloji xüsusiyyətləri nəzərə alınmaqla təşkil olunması. Yəni, hər bir uşağa fərdi yanaşılmalıdır, onların maraq və tələbatları nəzərə alınmalıdır, fiziki və əqli inkişaf səviyyələri yoxlanılmalıdır, psixofizioloji xüsusiyyətləri nəzərə alınmaqla təşkil edilir. Bütün bunların hamısının təşkil olunması məktəbəqədər təhsildə diferensiallaşdırmadır. Yaxşı, bəs məktəbəqədər təhsildə qiymətləndirmə nədir? Məktəbəqədər təhsildə qiymətləndirmə uşaqların əqli, fiziki inkişafı və təhsil nailiyyətləri haqqında toplanmış məlumatların dəyərləndirməsi prosesidir. Yəni, adından məlum olduğu kimi qiymət verir, uşağın biliyinə dəyər verir. Onları əqli, fiziki inkişafına, təhsil nailiyyətlərinə dəyər verir. Bütün bunların hamısı haqqında toplanmış məlumatla dəyərləndirilməsi nə oldu? Məktəbəqədər təhsildə qiymətləndirmə. Yaxşı, bəs məktəbəqədər təlim nədir? Diqqətli olaq, məktəbəqədər təhsil ilə məktəbəqədər təlimi qarışdırmırıq. Məktəbəqədər təlim nədir? Məktəbəqədər yaşlı uşaqlarda bilik, bacarıq, vərdiş və səriştələrin mənimsənilmiş biliklərin gündəlik həyatda tətbiq etmə bacarığının əldə edilməsi və təhsil almaq üçün motivasiyanın formalaşmasına yönəlmiş prosesdir. Deməli, bir daha təkrar edək. Məktəbəqədər təlim nə oldu? Məktəbəqədər yaşlı uşaqlarda bilik, bacarıq, vərdiş və səriştələrin mənimsənilmiş biliklərin gündəlik həyatda tətbiq etmə bacarığının əldə edilməsi və təhsil almaq üçün motivasiyanın formalaşdırılmasına yönəlmiş prosesdir. Yəni, motivasiya nədir? Onlara belə deyək ki, maraq, meyl və maraqlar, yəni motivasiya edirik, onları dərsə cəlb edirik. Bütün bunların hamısını həyata keçirən proses nə oldu? Məktəbəqədər təlim. Bəs metodist kimdir? Metodist ilə tərbiyəçi müəllimi eyniləşdirmirik. Diqqətli olaq, metodist kimdir? Metodist məktəbəqədər təhsil müəssisəsində təlim, tərbiyə işlərində metodik rəhbərliyi həyat. Baxın, metodik sözü buradan açar söz. Yəni, metodik rəhbərliyi həyata keçirən ali pedaqoji təhsilli mütəxəssisdir. Bəs dayə kimdir? Dayə artıq bilirik, uşaqlara qulluq və nəzarəti həyata keçirən şəxsdir. Bəs defektolog? Defektoloq isə uşaqların əqli, fiziki inkişafındakı qüsurları korreksiyası ilə məşğul olan mütəxəssisdir. Defektolog kim oldu? Uşaqların əqli, fiziki inkişafındakı qüsurların korreksiyası ilə məşğul olan mütəxəssisdir. Yaxşı, icma əsaslı məktəbəqədər təlim qrupu nədir? Deməli, əziz müəllimlər, icma əsaslı məktəbəqədər təlim qrupu dedikdə nə nəzərdə tutulur? İxtisaslı pedaqoji kadr olduğu halda valideynlərin və digər qanuni nümayəndələrin könüllülüyü ilə yerlərdə yaradılan məktəbəqədər yaşlı uşaqların cəlb olunduğu ödənişli təlim qrupu. Deməli, icma əsaslı məktəbəqədər təlim qrupu nə oldu? Valideynlərin və digər qanuni nümayəndələrin könüllülüyü ilə, yəni razılığı ilə müxtəlif yerlərdə məktəbəqədər yaşlı uşaqların cəlb olunduğu ödənişli təlim qrupudur. Belə deyək, məsəl üçün biz öz dilimizlə götürsək, ödənişli qruplarımız var, bunlardan biri qruplarımızdır. Yəni, sizin öz razılığınızla könüllü şəkildə qoşulursunuz. Məhz bu da valideyn icazəsi ilə biz uşaqlarımıza hazırlıq, belə deyək, ödənişli şəkildə hazırlığa qoyuruq. Bu necə adlanır? İcma əsaslı məktəbəqədər təlim.
Yaxşı, inklüzivlik nədir? İnklüziv təhsil bilirik ki, sağlamlığından, potensial imkanından, maddi təminatından asılı olmayaraq uşaqların birgə təhsil almaq hüququnun təmin edilməsidir. Yəni, əziz müəllimlər, sağlamlığından, yəni necə uşaq olur olsun, hər hansı bir qüsuru olsun və yaxud xəstəliyi olsun, yəni fərqi yoxdur. Və bundan və potensial imkanından, maddi təminatından bilirsiniz bunların hamısı nədir? Bunlardan asılı olmayaraq birgə təhsil almaq təmin edilməsidir. Asılı olmayaraq, yəni uşaqların birgə təhsil almaq hüququnun təmin edilməsidir. Gəldik innovasiyaya. Yaxşı, bəs innovasiya nədir? İnnovasiya müxtəlif təşəbbüs və tədqiqatlar əsasında formalaşan mütərəqqi xarakterli yeniliklərdir. Baxın, innovasiya sözün açar sözü nədir? Yeniliklər harda, hansı tərifdə yeniliklər sözünü görsəniz, yəni müxtəlif təşəbbüs və tədqiqatlar əsasında formalaşan mütərəqqi xarakterli yeniliklər sözünü görsəniz, deməli bu nədir? İnnovasiya. Deməli, əziz müəllimlər, loqopedin tərifini etməmişəm. Loqopedin tərifi, loqopeddir, nitq qüsurlu uşaqların korreksiyası ilə məşğul olan şəxsiyyətin ayrıca qeyd edin. Loqoped, yəni nitq qüsurlu uşaqların korreksiyası ilə məşğul olan şəxs necə adlandırılır? Loqoped. Siz ayrıca. Qanunun nümayəndələr kimdir? Qanuni nümayəndələr uşaqların hüquqlarını və qanunla qorunan mənafeylərini təmsil edən valideynlər, övladlığa götürənlər, qəyyum. Deməli, qanunun nümayəndələr kimlər oldu? Valideynlər və yaxud uşaqları övladlığa götürənlər və yaxud da qəyyumlar. Qısa müddətli təlim qrupu nədir? Qısa müddətli təlim qrupu isə valideynlərin və digər qanuni nümayəndələrin istəyi nəzərə alınmaqla yaş kateqoriyasına uyğun olaraq uşaqlar üçün qısaldılmış gün rejimi əsasında təşkil edilən təlim qrupu. Deməli, qısa müddətli təlim qrupu necə oldu? Valideynlərin və digər qanuni nümayəndələrin istəyi nəzərə alınmaqla yaş kateqoriyasına uyğun olaraq, yəni hər yaşın, məsəl üçün 3 yaşın başqa, 2 yaşın başqa, 4 yaşın başqa və s. hər yaş kateqoriyasına uyğun olaraq uşaqlar üçün qısaldılmış gün rejimi əsasında təşkil edilən təlim qrupu. Deməli, baxın, qısa müddətli təlim qrupu ilə icma əsaslı məktəbə qədər təlim qrupunu qarışdırmırıq. İcma əsaslı məktəbə qədər təlim qrupu ödənişlidir, lakin qısa müddətli təlim qrupu isə ödənişsizdir. Elə əziz müəllimələr, əsas təriflərə diqqət edirik, tərifləri öyrənirik, əzbər başa düşə öyrənirik. Məktəbə qədər təhsil haqqında Azərbaycan Respublikası qanunu, yəni əsas bilməliyik ki, Azərbaycan Respublikası Konstitusiyası 94-cü maddəsinin 1-ci hissəsinin 1-ci bəndini olaraq hazırlanmışdır. Bundan başqa onun məqsədi nədir? Hazırlanmasının məqsədi nədir? Bilməliyik. Bundan başqa məktəbə qədər təhsil nədir? Məktəbə qədər təhsil müəssisəsi nədir? Tərbiyəçi müəllim kimdir? Məktəbə qədər təhsil potensiallaşdırma nədir? Məktəbə qədər təhsilə qiymətləndirmə nədir? Məktəbə qədər təlim nədir? Müdəris kimdir? Dayə kimdir? İcma əsaslı məktəbə qədər təlim qrupu nədir? İnnovasiya nədir? İnklüzivlik nədir? Loqoped kimdir? Qanun nümayəndələr kimdir? Qısa müddətli təlim nədir? Belə əziz müəllimlər, bir də deməli biz indi digər mövzumuzun arxasına diqqət yetirək baxaq. Məktəbə qədər təhsil sahəsində dövlət siyasətinin əsas prinsiplərinə baxaq. Deməli, məktəbə qədər təhsil sahəsində dövlət siyasətinin əsas prinsipləri hansılardır? Məktəbə qədər təhsildə bərabər imkanların yaradılması, yəni bərabər imkanlar yaradılması, hamıya eyni davranış. Məsəl üçün, bugün mənim qrupumda bacım qızı və yaxud qardaşım oğlu və yaxud da rəfiqəmin qızı, oğlu varsa, ona tam başqa cür, digər uşaqlara isə tam başqa cür davrana bilmərəm. Çünki bu zaman məktəbə qədər təhsil sahəsində dövlət siyasətinin əsas prinsiplərindən biri olan bərabər imkanların yaradılması prinsipini pozmuş olaram. Məktəbə qədər təhsil və ibtidai təhsil arasında varislik və fasiləsizliyin təmin olunması, daha sonra məktəbə qədər təhsilin milli və dünyəvi
təhsil ənənələri Azərbaycan və dünya pedaqoji elmin nailiyyətləri, ailə tərbiyəsi və ictimai tərbiyənin məqsəd yönlü inteqrasiyası əsasında təşkili, yəni bütün bunların hamısı milli və dünyəvi təhsil ənənələrdə Azərbaycan Respublikası dünya pedaqoji elmin nailiyyətləri də ailə tərbiyəsi və ictimai tərbiyə bunlar hamısı birlikdə bir-biri ilə əlaqəlidir. Məktəbəqədər təhsil müəssisələrində uşaqların sağlamlığının qorunması, psixoloji və fiziki inkişafının təmin edilməsi. Deməli, məktəbəqədər təhsil sahəsində dövlət siyasəti əsas prinsiplərindən biri də məktəbəqədər təhsil müəssisəsinin sağlam olmalıdır, sağlamlıq qorunmalıdır, psixoloji və fiziki inkişafına diqqət yetirilməlidir. Məktəbəqədər təhsilin bu qanuna uyğun olaraq könüllülüyü, sağlamlıq imkanları məhdud uşaqların inklüziv təhsilinin təşkili, yəni sağlamlıq imkanları məhdud uşaqların hamısı da inklüziv təhsil təşkil olunmalıdır. Yəni hamının təhsil almaq hüququ vardır. 5 yaşına çatmış uşaqların məktəbə hazırlığının zəruriliyi, məktəbəqədər təhsil müəssisələri şəbəkəsi davamlı və sistemli inkişafının təmin edilməsi və sonuncumuz uşaqlara məktəbəqədər təhsillə əhatə edilməsi səviyyəsinin yüksəldilməsi. Bütün bunların hamısına aid oldu. Məktəbəqədər təhsil sahəsində dövlət siyasətinin əsas prinsiplərinə aid.